Salam dəyərli izləyicilərim. Bu günləri qədimi reseptlə ağızda əriyən çox ləzzətli əsil şəkər çörəyi hazırlayırıq. Reseptə keçməmişdən əvvəl videomu like edib abunə olmağı unutmayın. Gəlin başlayaq. Dərin bir qaba 250 qram yumşaq kərə yağı, 1 stəkan yarım şəkər pudrası və 1 paket vanil əlavə edib mikserlə ağarana qədər çırpırıq. Kütlə ağappaq və krem kimi yüngül olmalıdır. Şəkər çörəyin kövrək olması məsələ bu mərhələdən asılıdır. İndi isə bura 1 ədəd bütöv yumurta və ikinci yumurtanın yalnız ağını əlavə edirik, sarısını isə şəkər çörəyin ortasını bəzəmək üçün saxlayırıq. Mikserlə yenidən bir kütlə halına gələnə qədər çırpırıq. Dostlar, şərhlərdə yazın, siz şəkər çörəyini tez-tez hazırlayırsınız, yoxsa bu sizin ilk dəfənizdir? Hər birinizin rəyini oxumaq mənə çox maraqlıdır. Sonda da yarım kilo unu ələyib yumşaq, ələ yapışmayan bir xəmir yoğururuq. Baxın, bu cür formasını saxlayan bir xəmir alınmalıdır. Xəmirdən kiçik bir parçalar götürüb konus forması veririk. Belə bir forma verməkdə məqsəd odur ki, şəkər çörəyi sobada bişdikdə biraz yayılır. Ona görə də hündür forma versəz, bişdikdən sonra tam ideal öz formasını saxlayacaq. Və mən mətbəx tərəzisindən istifadə edərək şəkər çörəyinin hamısının eyni ölçüdə və gözəl alınması üçün xəmirini 50 qramlıq götürmüşəm. Xəmirləri də soba listinə düzüb hər birisinin ortasında dərin olmayan dəliklər açırıq və orada yumurta sarısını əlavə edib əvvəlcədən 180 dərəcəli isidilmiş sobada və sobanın ikinci rəfində altı qızarana qədər bişiririk. Diqqət edin ki, üzəri qızarmasın. Və budur, bizim şəkər çörəklərimiz hazırdır. Ətri bütün evi bürüyüb, tam soyduqdan sonra da çay süfrəsinə verə bilərsiniz. Əgər resept xoşunuza gəldisə, videonu bəyənməyi və kanalıma da abunə olmağı unutmayın. Sizin hər bir bəyənməniz, hər bir rəyiniz mənim üçün çox dəyərlidir. Hazırlayacaq olan hər kəsə indidən nuş olsun. Növbəti videolarda görüşənədək inşallah. Özünüzə yaxşı baxın, hələlik.